Kırıldı biraz. İşte oturmuştum seriyi. Dostlar artırıq, az qaldı, çıxır ucu. Gözümüzün kökü saraldı burada. Meyza çok gözlədim, meyzası, hə? Bu gözləməyin də, bu uzun sürən həsrətin də bir ləzzəti ayrı da. Hə, vallahi. Buyurun. Orhan müəllim burada. Baxın. Tamam. Hələ çıxmır. Çıxanda yəni yaxınlaşmaq yaxşıdır. Ayten içərdə var. Alo. Yaxşı. Meyza buradasan? Hə, buradayım. Dostlar, ucu ağzım çıxır. 60 min eləyirik. Dostlar, ekranı vururuq. Ekran bəyənirik, arzum artıq çıxır. 20 saniyə sayın. 20'ye qədər. 20'ye qədər sayıram Orxan. Gəlməsə, sən 20'lik taxtayla bilirsən də. 20'ye qədər sayaq. Saat önce çıktı. Saat önce çıktı. Burası çok soğuk.
Haydi uşaqlar 70 min. Ne kadar kaçtı da var. Olmayacak geldi. Çıxdı. Bəlkə sən görəsən arzum çıxa. Bəlkə sən görəsən ola. Atın gitti danıştırdı. Geldi. So, buyurun dostlar. Meyze bax. Bir dakika. Şeyler paylaş. Teşekkürler hem ya. Ben çektim. Herkese teşekkürler. Bəli. Demiştim size aziz izleyicilerim. Sağ ol. Sağ ol. Teşekkürler. En yaxşısındaki maşını izləyir. Arşam, geçmek istedim. Öyle şeyler danışıyor. Öz sağlığınam sənə. Qoy bir də görüm onu. Arzu, təbrik edirəm. Ezil təbrik edirəm. Göster. Bravo. Göster. Bravo. Biraz hava veririz ona. Bravo. Bravo. Bir de yukarıdan hava alsın. Gelin en yaxşısı Arzu Hanım. Siz gidin eve. Sonra müsaade edersiniz Arzu Hanım. Bırakın bu geçsin. Arzu Hanım. Arzu tebrik ederim. Bir tane yol veririz ha. Hamıdan karşı gidelim. Bir tane yol veririz. Adalet. Ayşe. Ya Allah.
Hikmət, səni təbrik edirəm qardaş. Uğurlarını sevinirəm. Sən elədin də, elədin. Rəqs Şeydən qısa fikirlərinizi alaq da, bugünkü proseslə bağlı. Bugünkü proseslə bağlı hesab iki vəsait verildi. Hər ikisi təmin olundu. Ədalətli qərar üçün Elnur müəllimlik elədik. Və hesab edirik ki, ədalətli prosesin aparılması daha da ədalətli olacaq. Rəqsanə İsmailovdan sonra bu ən ünlü olan TikTokeri, yəni Azarla qovuşdurdunuz. Fikirləriniz necədir? Ümumiyyətlə fərqi yoxdur ünlü olmağın. Əgər bir insanın azadlığa qovuşmasına nail ola bilirsə, təbii ki, bu qürur verici. Biz ədalətli qərarına inanırıq. Amin. Dostlar, inşallah Misir Qasımlı üçün də ədalətli qərar olar. İnşallah. Allah'ın bağlarını bağışlasın. Oradan da Belə elə də bir dənə saxlasın, hamısını şey eləyib, müsahibə versin. Müsahibə götürün. Bir dənə deyil, bu ikiyə götürün psixikudur. Deyil, sakit. Bir müsahibə şərait yaratsınlar. Qardaş, bir setkiyə yapanın kölgəlikdir. Rahat bir dənə müsahibə versin, qutarsın, geçsinlər. Belə incitmin insanı. Arzu, azadlığa çıxacaq, istəyirdin biriləri. Ata, bir istəyirdin. Heç istələmirdin. Gecə hazırlaşırdın, nə hiss elədin? Mən bu məhkəmənin üçün dedim, məhkəmədə qoyacağım. İşte de girib ya adamın ömrünü. Hanım da üstə gəl. Siz. Fikirlərinizi bildirin. Heç də danışma, qurban sənə. Heç də danışma. O birisi sual soruşur. Bu birisi deyir danışma. Bu birisi deyir. Məhkəməyə çökən hanım. Candan bəyənirik dostlar. Maksimum. Candan bəyənirik. Artırıq. Bizim vətənpərvər qızımız. Siz məhkəməyə köklənin. Sən əsl üstüdür bacım. Ona görə məhkəməyə Heç də köklənin. danışma. Ən yaxşı, oturun gedin, siz yerdə gözlənlər var. Köklənin məhkəmənin son qərarına. Məhkəmə istinaqı davam edir. Çox danışmayın. Ən yaxşı isə məsləhətim, gedin evə və fizi bildirin. Sonra müsahibəni sonda verərsiniz. Özü telefonla çəkir, deyir sonda deyir özü danışarsınız. Belə dostlar, 22 iyun Bakı Apellyasiya Məhkəməsi hakim Elnur Nuriyev təqsirləndirilən şəxs İluzə Hacıyeva o artıq azadlıqdadır. Ata bir dəfə gir Arzu'nun ağzına, canımız qutarsın. Orhan, o ataya denən heç olmasa imkan yaratsın ki, hava alsın da orada, hava alsın. Kuzun üstüne çıxır. Çıx üstüne Arzu'nun ata. Gede səni yanasan. Gede sən nəymişsən? Hərəsi deyir heç kimlə danışma, özü də sual soruşur ha. Deyir heç kimlə sual bayaq deyir heç kimə cavab vermə. O ataya dinən ki, ata ömrünü oturma qızına, iki qırağa o danışma. Deyir danışma əsəbindən girdi mi? Bu nədir ay bala? Çıxır üstünə, gedə çıxır qızın üstünə. Gedə səni yanasan. 80.000 bastın ha, Orxan, 80.000 bastın. Ayşə, sakit olun, sakit. Gör orada lüka açıqdırsa atan o lüka tərəf çək. Orxan, istəyirsən Arzum danışsın. Telefon tut ona deyilən tolikdir, gör danışacaq, bax.
Mərc edirəm sənə. Yaxşı. Bax. Telefon Kırar, düzdür bax, qızına. Az qışqırmayın daldakilər. Danışmaq istəyir. Bekar arvad. Kapçıka vereyim. Arzumu göstər, arzumu göstər, arzumu göstər. Arzumu göstər, Orxan arzumu göstər. O da çok eziyet. Arzum. Arzumu göstər. Arzu, danışma, mənə bax, danışma. Danışma, mənə bax, Arzu, danışma. Balalarımın yanında olacaqsan inşallah, Arzu. Arzu, danışma, amma mənə bax. Danışma, heç şey demə, Arzu. Qətiyyən danışma, danışma. Yox, qoy danışmasın da, danışsa, ona birdən düz danışma. Panika taktı, xahiş edirəm, nə olar be? Ayten, Ayşen, Ayten sən də. Ayten. Koyma danışsın. Bir maşına mindirin de onun maşın yoktu orada. Orhan o bir tane maşın yoktu orada mindirsinler onu. Nə bilim, mənim maşını harda saxlayıb bilinmir də. Bu nədir ayıp olan? Bir tane maşın getirer. Mən onun yerində bir dənə sakit dayanmalıydı. Ya bu Müsahibə- Hikmət müəllim Tolik, danışmaq orada- istedi gördü alınmır çıktı gitti. Tolik. Tərif müəllim hardadır bəs? Tolik orada təmir gedir. Orada təmir gedir. düşə bilməz də Ona bir arxasına. tane Maşın maşın girə qabağa bilmir çəkə bilməzlər aparsınlar onu. Yox, heç cür oralara maşın girə bilmir. Təmir gedir. Hə, başa düşdüm. Ay Orxan, saytlarda yazıblar ki, Orxan, səhifələrdə yazıblar ki, Sənubər bağışlayıb Arzuma, hə? Sənubərin bağışlamağa əsas deyil, deyirsən. Yo, amma deyirlər yenə bağışlayıb axı, deyir ərzə Hə, olar. verir. Mən xəbərim Eşitdim yox, indi nə var? səhifələrdə gördüm. Miri, doğruda elə bir şey var müəllim? Mən də elə Orxandan soruşdum onu birinci ki, Mən indi bağlı. səhifələrdə gördüm ki, deyirlər ki, Sənubər gedib nə olsun indi fakt bir nəfər də olsa ərzəsini Hə, dala götürüb də. Əlbəttə ki, elədir. Şəraitin dəyişməsi də yəni Bəs götürürsə onu çox böyük deyirəm də, haldır. bəs ən azından Sevindirici Sənubər haldır xanım onu həqiqətən eləyibsə də. Allah razı olsun Vallahi, ondan. Vallahi Allah razı olsun Əyləşdirsən. ondan. Həqiqətən də. Valih müəllim deyir təqsirləndirib, deyib ki, min maşına, min geçsək salamat. Mən Hikmət müəllimin başında da. Axırı Hikmət müəllim. Deyir Valih müəllim deyib, mən Valih müəllimi tanımıram, o da jurnalist hə? Bəli, bəli, bəli. Aa, o deyibsə onda düz deyib, deyib ki bağışlayıb deyib. Sağ olsun. Vətənpərvər adına sən əllərini Vətənpərvər niyə öpür əllərindən ay xanım? Ki, Otur niyə ay öpür bir. əllərindən? Sağ tutmasını sənə qurban. Ata, Arzu! ay ata. Arzu! İmkan ver ata, Arzu! imkan ver ata. Çay Danışmayacaq, icazə yoxdur. Ona bir şillə vur da orada. Ona şillə vurmaq Bax olur. söz veriblər ha. Hikmət müəllimi göstər, Hikmət müəllimi. Yazıq Hikmət müəllim qalıb qıraqda. Səlam. Ay! Yaxşı qurtardıq ha. Deyəsən cinayətçi burada bir Bu arvadlara nə oldu baxı? Ay millət. Arzu xanım, ürəyim az. Sizə nə oldu baxı? Oturdu. Yaxşı. Arzu xanım sağ olun. Aa, eşidirsiniz, maşallah, eşidirsiniz. Çay qonağına çağırın. Uşaqlar eşidirsiniz, Orxan. Orxan çıx oradan, şeydə, getdi çıx oradan, Orxan. Orxan, ay Orxan. Orxan. Mənə indi Niko yazıb ki, eşidirsən, keç oradan. Niko yazıb ki, Amalın bacısı bağışlayıb Arzunu. Sağ ol, sağ ol. Orxan, Hə. Niko yazıb mənə ki, Amalın bacısı bağışlayıb Arzunu. Bir dənə anası qalıb deyir. Yayıcı ki, çünki bağışlanma olub ki belə oldu da. Yəni bağışlanma. Aa. Bəli, ya biz danışmışıq. Yo, biri yazıb, yox bağışlamayıb. Deyir xəbərlərdə yazılıb. Sən al düzgün xəbər verin, yalan xəbər verməyin. Sənubər xanım çox sağ olsun. Deyirlər ərzəsini dala götürüb. Sənubər xanım çox sağ olsun. Baxma da yenə də Miri bəy, indi Orxan keç qırağa bir dənə sən özünü göstər. Bir dənə sual verək sənə Orxan, bir də ki Miri müəllimə. Burada cəmaatın çoxsu bilmir bunu. Orxan, Aha. mən indi saytlarda gördüm, Hikmət müəllim azxəbər.com saytına açıqlama verib ki, Arzum sosial şəbəkələrdən istifadə edə bilməz. Yalnız Evet, WhatsApp'da öz yaxınları ilə. Sabah kimsə Arzumu alladıbsa, onun WhatsApp səsini canlı yayımda versə, bu Arzuma problem olar ya yox? Arzuma problem olar və o həmin adam da məsuliyyət daşıyır.
Və onu da qeyd edim ki, bu gün əldə etdiyim məlumata görə elə istər Aytan da, istər Hikmət müəllimdən də açıqlama aldım. O bildirdi ki, Arzumun artıq sosial şəbəkələrdən istifadəsi əvvəlki tək olmayacaq. Heç kimlə, TikTokerlərlə belə əlaqəni kəsəcək. Düz eləyir. Yəni, ümumiyyətlə canlı yayım, canlıda hər hansı bir görsənmək, istər Instagram, istərsə TikTok sosial şəbəkəsində görüntüsü belə olmayacaq. Ta ki məhkəmə qurtarır və qərar qəbul. İndi Orxan, bu məhkəmə nə deməkdir? Miri müəllim, bir dənə söz deyim. Bu məhkəmə bu günləri dustaqlığı ev dustaqlığına dəyişdi. Amma bu o demək deyir ki, Arzum cinayətdən azad olub. İndi bu növbəti məhkəmə açın olacaq. Bu iş təzədən araşdırılacaq. Yəni ekspertizalar, bunlar yenidən baxılacaq. Mirqamət bəy. Mirqamət bəy, buradasınız, səs eləyin. Belə qeyd edeyim də, yəni ki, məhkəmə prosesi hələ Səsim gəlmir Orxan, səsim gəlmir. İndi gəlir, indi gəlir. Hə, mən izah edeyim də bir dənə. Deməli bu ev dustaqlığına buraxıldı xanım. Yəni bu o deməkdir ki, artıq ilkin baxışda. İndi onu uşaqları qayıdıb gələ bilər də, buralara məktub verə bilər, notariusdan qayıda bilər. Bəs Arzum ev dustaqlığıdır, amma Arzum sabahları çıxıb evindən notariusa gedəndə kimsə onun şəklini çəksə, bu qanuna zidd bir şey deyil. İzah edirəm də, qərarda məhkəmə, niyə görə gecikdi onun çıxmağı? Ona görə ki, o qərarda məhkəmə ona ətraflı izah edir də, yəni hansı qaydalar, hansı hərəkətlər ona olar, hansı hərəkətlər olmaz. Orada müddət qoyur. Tutaq ki, misal üçün 15:00-dan, tutaq ki, misal 15:00 saat 3 gün orta 3-dən axşam saat 9-a kimi yaşadığı evi, yaşadığı ərazini tərk eləyə bilər. Misal üçün o səhər saat